Bugün sizə ad günü vloqunu səsləndirəcəm. Gəlin birlikdə hazırlaşaq ad günümüzə. Fabili şirkətinin çatdırılma ünvanı olan İmişli filialı 83600 kodlu ofisimizin ad gününə hazırlaşırıq. 5 illik yubileyidir və ilk öncə qərar veririk necə bir ad günü istəyirik, sonra yollanırıq. Rayonumuzun Gəncə Təndiri deyilən bir yeri var, yeni açılıb. İlk dəfə idi mən də burada olurdum. Burada çox gözəl təamlar var. Düşünürəm ki, rayonumuzda belə yerlərin açılması çox gözəldir. Düzdür, sifariş verdiyim suflelərimi götürə bilmədim, amma başqa təamların hər biri çox dadlı idi. İnşallah hələ ki təzədir, daha da gözəl inkişaf etməsini diləyirəm və bol ruzu bərəkət arzulayıram. Sonra yollanırıq bazar stora, burada bəzi alacaqlarımızı alırıq. Hətta və hətta buradan çıxan kimi Coşqunoğlu'dan da ofisimizi bəzəmək üçün şarlarımızı alırıq. Burada da şirniyyatlara baxıram, qərar verə bilmirəm ki, buradan da alım yoxsa yox. Sonra yollanırıq ofisimizə. Gecə ilə ofisi bəzəyirik. İnanın ki, o qədər çox həyəcanlı idim. Həyəcanlı olmağımın səbəbi isə elə sanki ofisim yeni açılırmış kimi olurdu. Çünki biz ofisi açanda açılışımız olmamışdı. 7 oktyabr 2020-ci il müharibənin yeni başlandığı dövrə təsadüf edirdi və mən böyük bir risk alaraq işimdən ərizə yazaraq çıxmışdım. Çünki mən ofis açırdım. Burada xanımlara, komandamın qızlarına sürpriz edib hər bir addımımı, hər bir uğurumu pillə-pillə necə qazanmışam, onlara göstərmək istədim. Hər birinə özəl olaraq ayrı məktublar yazdım. Düşünürəm ki, bütün xanımlar uğurlu olmaq istəyir. Amma təbii ki, yeni başlayanda hər şey çətin görsənir. Hətta əlavə ətrafda mənfi sözlər eşidirsənsə, bu sənə daha da çətin olur. Amma buradan hər bir xanıma demək istəyirəm ki, mən də tək başlamışdım. Heç inanmayaraq bu işə qoşulmuşdum. Amma indi artıq böyük bir komandam var və komandamda uğurlu xanımların sayı getdikcə artır. Açıq büfe şəklində elədim tədbirimizi. Düşünürəm ki, bütün qızların xoşuna gəldi. Çox gözəl, maraqlı bir gün keçdi bizim üçün. Və biz komanda olaraq hələ yeni başlayırıq deyirəm. Çox gözəl uğurlarımız olacaq. Burada da qızlarıma hədiyyələri üçün təşəkkür edirəm. Hər birinin əlinə, qoluna, ürəyinə sağlıq deyirəm. Xanımlar, özünüzə inanın. Buradan onlayn işlə məşğul olmaq istəyən, amma tərəddüd edən xanımlara demək istəyirəm ki, bu şansı özünüzə verin. Bu həyatda siz hər şeyin ən gözəlinə layiqsiniz və hər şey sizin öz əlinizdədir.